Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, bu günləri vacib məsələlərdən biri olan imtahanlarda da, yəni həm MİQ, həm də sertifikasiya imtahanında da, yəni bu cür sualların düşmə ehtimalı var. Məsələn, bizə şərtdə qoyulur ki, ziqot bölünərək sonunda əgər 64 blastomer əmələ gətirərsə, bu zaman, məsələn, bu cür suallarla qarşılaşarsınızsa, gəlin baxaq ki, hansı suallar, məsələn, tutaq ki, sizə çətinlik törədə bilər. Gəlin bir-bir onun izahını mən verim. İndi burada mən 64 blastomer yazmışam, amma 128 ola bilər. Digər blastomerlər də verə bilər bizə. Amma biz sırf bu günləri 64 blastomer üzərinə baxacaq. Əgər ziqot bölünərək sonunda 64 blastomer əmələ gətirərsə bu zaman, əvvəlcə biz bilirik ki, ziqot özü, baxın, ziqot özü neyir? Əvvəlcə uzunla bölünür, ikisi əmələ gəlir. Sonra yenə də uzunla bölünərək 4'ü, uzunla bölünmədən sonra ardıcıl olaraq eninə uzunla bu cür bölünmə gedir. Artıq 4 necə bölünəcək? Eninə bölünüb 8'i, 8 uzunla bölünüb 16'sın, 16 da eninə bölünüb nəyə əmələ gətirəcək müəllimlər? 32 blastomer, 32 blastomer də bölünüb 64'ü əmələ gətirəcək. Yəni 32 uzunla bölünüb 64'ü əmələ gətirəcək. İndi gəlin görək ki, bizə hansı suallar verilir? Yəni hansı suallarla siz imtahan prosesində qarşılaşa bilərsiniz? Neçə hüceyrə bölünməyə məruz qalmışdır? Neçə hüceyrə bölünməyə məruz qalıb deyəndə ziqot bir hüceyrəli olduğuna görə biz götürürük 64 çıxılsın neçə? Yəni ən sonuncu blastomerdən çıxacaqsınız 1'i. Deməli 64'dən çıxırsınız neçəni? 1'in. Qaldı neçə? 63 dənə hüceyrə bölünməyə məruz qalıb. Neçə blastomer bölünməyə məruz qalmışdır? Hüceyrə yox, blastomer artıq bizdən soruşur müəllimlər burada. Ona görə də neçə blastomer dediyi üçün ziqot blastomer sayılmır. Biz başlayacağıq deməli 2'dən. 64'dən çıxırsınız neçəni? 2'sin. Yerdə qalacaq neçə? 62'si qalacaq neçə? 62 blastomer deməli bölünməyə məruz qalmışdır. Keçirik 3-cü suala. 3-cü sualda bizə deyir, neçə hüceyrə uzunla bölünməyə məruz qalmışdır? Neçə hüceyrə dediyi üçün biz artıq burada ziqotu da nəzərə alarıq müəllimlər. Ona görə də ziqot 1 üstə gəlinsin. Neçə hüceyrə uzunla bölünməyə. Sonra 2'ni də götürərəm. Sonra götürərəm 8'i. Sonra götürərəm bir də nəyi? Uzunla bölünməyə məruz qalıb bir də 32. Deməli ümumi neçə elədi? 43. 43. Keçirəm 4-cü suala. 4-cü sualda neçə blastomer uzunla bölünməyə məruz qalmışdır? Ona görə də blastomer dediyi üçün, baxın altından xətt çəkirəm bunun. Blastomer dediyinə görə ziqot blastomer sayılmır. Ona görə də neyniyəcəyik müəllimlər? Deməli yazırıq 2 üstə gəlinsin 8. Bir də nə olacaq? 32 olmuş olar ki, neçə blastomer deyəndə artıq 42 olacaq. 42 blastomer uzunla bölünməyə məruz qalmışdır. Gəlirəm 5-ci suala. 5-ci sualda bizə nə deyir? Neçə blastomer eninə bölünməyə məruz qalmışdır? Deməli, neçə blastomer eninə bölünməyə məruz qalmışdır deyəndə bir götürəcəksiniz 4'ü, bir də götürəcəksiniz 16'nı. Deməli 4 plus 16. Bu da eləcək 20. Neçə hüceyrə eninə bölünməyə məruz qalmışdır deyəndə
blastomerlə fərq eləməyəcək 6-cı sualda. Yəni blastomerlə heç bir fərqi yoxdur. Çünki zigot özü deməli bir hüceyrəni sayırıq, amma ki eninə bölünməyə məruz qalmadığına görə deməli bunda da nə olacaq müəllimlər? 4 bir də 16 olmuş olar. Bu da eləcək 20. Sonra 7-ci suala baxırıq müəllimlər. Neçə blastomer uzunluğa bölünmədən əmələ gəlmişdir? Neçə blastomer uzunluğa bölünmədən əmələ gəlmişdir deyəndə götürəcəksiniz. Zigotu götürmürsünüz 2. Götürürsünüz 4. 16. Bir də götürəcəksiniz necə? 64. Bu da eləcək ümumi neçə? 86. Gəlirəm 8-ci suala. 8-ci sual neçə hüceyrə uzunluğa bölünmədən əmələ gəlmişdir? 8-ci sualda neçə hüceyrə uzunluğa bölünmədən əmələ gəlmişdir deyəndə yenə də biz nəyə götürəcəyik müəllimlər? 2 sonra 4 16 bir də götürəcəksiniz isə 64. Bu da eləcək 86. 9-cu suala baxırıq müəllimlər. 9-cu sualda neçə blastomer eninə bölünmədən əmələ gəlmişdir? Neçə blastomer eninə bölünmədən əmələ gəlmişdir deyəndə baxın. 8. Görürsünüz ki eninə bölünmədən əmələ gəlib baxın. 8 bir də olacaq nə? 32. 8 32. Üzərinə 8 plus 32 eləyəcək 40. Sonra neçə hüceyrə eninə bölünmədən əmələ gəlmişdir? Neçə hüceyrə eninə bölünmədən əmələ gəlmişdir deyirsə müəllimlər, bunun da ümumiyyətlə deməli 9-cu sualdan heç bir fərq olmayacaq. Çünki yenə də deyirəm, zigot özü düzdür, hüceyrə kimi sayırıq. Amma ki eninə bölünməyə məruz qalmadığına görə deməli 8 bu da eləyəcək 32 ümumi eləyəcək 40. Sonra 11 və 12-ci suallarda baxırıq. Bu da ümumilikdə yəni maraqlı suallardan biridir. Neçə blastomer uzunluğa bölünmədən əmələ gəlib eninə bölünməyə məruz qalır? Artıq neçə blastomer uzunluğa bölünmədən əmələ gəlib eninə bölünməyə məruz qalıb deyəndə biz götürəcəyik 4'ü. Baxın. 4'ü. Niyə görə 4'ü? Uzunluğa bölünmədən əmələ gəlib eninə bölünməyə məruz qalır. Görürsünüz. Bir də götürəcəksiniz nəyi? 16'nı. Deməli 4 plus 16 eləcək 20. Neçə blastomer 12-ci sualda? Sonuncu suala baxırıq. Neçə blastomer eninə bölünmədən əmələ gəlib uzunluğa bölünməyə məruz qalar? Onda götürəcəksiniz 8. Çünki eninədən əmələ gəlib uzunluğa məruz qalır. Bir də götürəcəksiniz müəllimlər nəyi? 32'ni. 32 də neyiniyir? Eninədən əmələ gəlib uzunluğa neyniyəcək müəllimlər? Bölünməyə məruz qalacaq. Ona görə də bu da eləyəcək 8 plus 32 ümumi eləyəcək 40. Deməli, zigot bölünərək sonda 64 blastomer əmələ gətirərsə, bu zaman biz 12 dənə sualı neynədik müəllimlər? Cavablamış olduq. Yəni, imtahan prosesində bu suallarla qarşılaşarsınızsa, sizə çox kömək olduğunu, yəni inanıram ki, hər birimizə bu çox kömək olacaq. Sağ olun müəllimlər, təşəkkürlər.